Bir maraqlı sual da var. Deyir ki 20 illik ipoteka yoluyla ev almışam. Müqavilədə 53 kvadrat metr qeyd edilib və bank kredit məbləğini 53 kvadrat metr üzərindən hesablanmış məbləğdən hesablayıb. Çıxarış alanda isə 48 kvadrat metr qeyd olunub. Və bu halda deyir artıq hesablanmış ödəniş və məbləği mübahisələndirmək olarmı? 9 ildir ödəniş edirəm. Buyurun. Bəli, hal-hazırda məhkəmələrin icraatında da bu tipli işlər çoxdur və bu daha çox biz qarşılaşdırırıq ipotekalarda deyil, çox mənzilli binalarda satılan, yəni MTK-ların satdığı mənzillərdə tutalım. Bəli. Ev satılır 100 kvadrat, amma çıxarış veriləndə baxırız ki, 80-85 kvadrat qeyd olunur. Bunun da əsas səbəbi odur ki, həmin mənzillər satılanda onlar xarici qabaritlərindən, yəni çöldən çölə hesablanır. Belə lori dildə insanlar başa sözü. Yəni çöldən çölə hesablanır, MTK-lar hesablanır. Lakin özlərinə sərf edən formada belə deyil. Bəli. Və balkonlar və s. eyvanlar daxil olunur. Lakin çıxarışlar veriləndə mənzillərə dair orada bir konkret olaraq yaşayış sahələri nəzərə alınır. İç hissə nəzərə alınır. Oradakı fərqləri bəli, hal-hazırda məhkəmə təcrübəsində də var. Əgər həqiqətən də şəxsi aldatma yolu ilə və qərəzli olaraq bu zaman MTK-lar əlavə vəsait əldə edirlərsə, bunun bəli təbii ki, məhkəmədə mübahisələndirib həmin fərqi ala bilərlər.